İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur. Ancaq bu, pulu qazancısız vermək mənasına gəlmir. İslam bankçılığında birgə investisiya layihələri, ticarət və icarə gəlirləri əsas qazanc mənbələridir. Yəni bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur. Bu sözləri Axar.az açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda şəriət banklarının yaradılması mövzusunu şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, İslam banklarında gəlir faizlə deyil, qazancın və gəlirin bölgüsü prinsipi ilə formalaşır. Burada kredit kartı, limit kimi xidmətlər o qədər inkişaf etməyib. Daha çox birgə biznes və ticari fəaliyyət formasında işləyirlər. Əgər əvvəllər kredit götürüb 10% verirdinizsə, indi qazancının məsələn 25%-ni bankla bölüşəcəksən. Bu da o deməkdir ki, bank artıq sənin biznesinə nəzarət edəcək. Səbəbi odur ki, o sənin fəaliyyətinə ortaq olur. Kərimli hesab edir ki, İslam bankçılığının müsbət tərəfləri az deyil. Bu sistemin müsbət tərəflərindən biri İslam ölkələrindən maliyyə resurslarının cəlb edilməsi imkanıdır. İslam prinsipləri ilə fəaliyyət göstərən qurumlara məhz eyni prinsiplərlə işləyən maliyyə institutları kredit verir. Bundan başqa, dini baxımdan faizə qarşı olan dindar kütlədə bu banklara üst tutacaq. Nəticədə bank sektoruna yeni müştəri axını yaranacaq. Ekspertin sözlərinə görə bu banklara hər kəs müraciət edə bilər. Xüsusi heç bir məhdudiyyət nəzərdə tutulmur.